Salam dostlar, axşamınız xeyir. Bugün koyun saxlamaya başladığım hakkında biraz məlumat vermək istəyirəm. İlk olaraq 2024-cü il noyabr ayının 30-unda dayımla birlikdə Gədəbəyin qoyun bazarından 5 baş dişi quzu, bir baş da toğlu, erkək toğlu aldım. Dişi quzuları 270 manatdan, erkək toğlunu isə bu erkək toğlu bu qəhvə rəngdə olandır. Onda 320 manata almışdıq. Sonra müəyyən bir təxmini 2-3 ay saxlayandan sonra o dişi quzulardan biri bu belə deyək də, o el dilində dəlicə deyirlər və ya da dəli oldu. Onda demək olar ki, tam müalicəsi yoxdur. Nə qədər müalicə eləməyə çalışsam da, iynə dərman eləsək də, yəni bir müsbət nəticəsi olmadı. Axırda onu məcbur qaldım, kəsəsi oldu. Bunu kəsəndən sonra qaldı yerdə 5 baş heyvan. Sonra bu dişi quzuları satan adam yani demişdi ki, quzu deyəndə bir 8-9 aylıq quzular idi əslində. Hər nə bilim 20 gündür, bir ayda qoça gəliblər, qoçsanıblar, doğasıdırlar. Yəni 4 ay gözlədim, gördüm ki, yox, heç yəni bir yelinləyən, doğmaq istəyən yoxdur. 5 ay da tamam olandan sonra da məlum məsələdir ki, qoyunlar 5 ay müddətinə doğur, heç biri doğmadı. Sonra yaz ayında toğluları dayıma verdim, yəni dayım öz heyvanına qatdı, o saxladı. Sonra yayda təxmini iyun-iyul aylarında həmən o dişi quzular, toğlular, toğlu ilə bir yerdə vermişdim. Yəni dişi quzular qoça gəldi. İlk olaraq noyabr ayının 17-sində o yerdə qalanda, yəni biri xəstələnmişdi, onu kəsdim, o heç 4 baş dişi qalmışdı. O dişilərdən 3-ü doğdu, biri isə qısır qalıb. Yəni nə qoça gəlməyib, nə də ki doğmuyor. Sonra təxmin aprel ayında, 2025-ci ilin aprel ayında yaz vaxtı yenə Gədəbəy bazarından bu bizdən sağdakı 3-cü qoyunu quzusu ilə bir yerdə, hərsə təxmini quzusu da ay yarımlıq quzu olardı. 520 manata aldıq. Sonra avqust ayının sonlarına yaxın onun quzusu erkək quzuydu. Quzunu 325 manatdan satdıq. Sonra indi bu hal-hazırda məlum məsələdir, 2026-cı ilin aprel ayının biridir. Martın 13-də həmən qoyun təzədən doğub, yenə erkək bala doğub. Sonra yerdə qalan qoyunları, dayım qoyunlarını yayın sonu, avqustun axırları satmaq istədi. Satırdı daha doğrusu, 7 başını mən aldım. Onları da 400 manatdan almışam, yəni qoyunları. Qoyunlardan da dayımdan aldığım qoyunun 7 başın 6-sı hal-hazırda yəni doğub. Bir başı bu sağda gördüğünüz qoyun yəni boğazdır. Təxmini bir 20 gündən sonra, aprelin 20-sindən sonra doğasıdır. Artıq Gədəbəydə də havalar
isinmeye doğrudur. Yağışlardan sonra bugün havanın güneşli keçməsi yəqin ki belə deyək də otun inkişafına təsir eləyəcək, müsbət təsir eləyər. Bu yəni əvvəl aldığım bu quzulardan, dişi quzulardan doğmayan, yəni qısır qalan bu soldakı üzü çilli olan quzudur. Daha doğrusu artıq qoyun hesab olunur. Bir də bu yəni qoyunçuluğa təzə başlamaq istəyən şəxslərə yəni tövsiyəm olardı ki, çalışsınlar, yəni sıfırdan belə deyək də qoyunçuluğa başlamaq üçün əvvəldən 1-2 qarın doğmuş qoyunları alsalar daha məsləhətlidir. Çünki o ilk dəfə doğan qoyunlar biraz ilk doğumlar olduğu üçün biraz çətinlik çəkə bilərlər və yaxud da ki elə qoyun var ki quzunu qəbul eləmir, yəni əmməyə qoymur. Ümumiyyətlə quzu mələsə də ona reaksiya vermir. Bu təzə yəni doğan qoyunlardan bir-ikisində elə hallar baş verdi, amma quzular körpə vaxtı gərək əlindən yəni qoyunu tutasan, əmməyinə kömək eləyəsən. Yoxsa da yəni quzu məsələn az qala bilər. Və yaxud da ki qoyunlar quzuları qoyunların yanına buraxanda, əmməyə buraxanda nəzarət eləməlisən ki, hər hansı bir məsələn qoyun quzunu əmməyə qoyurmu və yaxud da ki elə qoyun var ki, məsələn burada qoçun yanındakı qoyun, onu da məsələn ilk dəfə yəni o quzu kimi aldığım qoyunlardan biridir. O məsələn quzunu buraxırdın, əmməyə ümumiyyətlə qoymurdu. Sonra başını tuturdum ki, yəni quzu rahat əmə bilsin. Yəni demək olar ki, elə quzunu anasından ayırana qədər elə vərdiş elədi, elə sona qədər də elə davam elədi. Oldu dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun.